Hər kəsə salam dostlar. Bugün Minecraft oynayacağım. İkinci bölüm. Bəli, keçən bölümdə sizə demişdim, evimi düzəldəcəm və videonu saxlayacağım ki, uzun çəkməsin. Budur, ev hazırdır. Evin üstünü dam qoydum, belə evin damı da var. Çox əziyyət çəkdim, bəli, taxtalar, görürsünüz, taxtalar var üstündə. Həmin taxtaları götürmək üçün nə qədər ağac kəsmişəm. Bir də bir-iki yerə düşdüm, yəni yerin altına düşdüm və almaz axtardım. Təəssüf ki, həmən videonu çəkənmədim. Bəli, burada dəmir olmalı, düzdür. 11 dənə almaz tapmışam. Bugün səyahətə çıxacağam. Necə səyahətə? Əlimdəki kompasla səyahətə çıxacağam. Kompas mənə evimin yerini göstərir. Harada olursam olum. Yəni bu şimal göstərən yer, qırmızı göstərən yer oxla. Həmən mənə evimi göstərir. Bir dəqiqələr vazımatları götürək. Bir də qılınc düzəltmək istəyirəm. Qılıncı düzəldir. Belə deyil, belə. Bəli, qılıncı düzəldim. Səyahətə çıxım. Bir dənə qılınc. 2 qılınc olsun. Sonra bir dənə balta. Bir dənə bu. Səhv elədim. Nəsə, eyb yox. 2 dənə balta götürdüm. Bunları qoyaq bura. Bunlar qalsın burada. Dəmirdən paltar düzəldim özümə. Bu dəmir filizini götürək. Dəmirdən paltar düzəldəcəm. Birinci ayaqqabı düzəldək, çəkmə. Sonra şalvar düzəldək. Papaq da hazır. Tam dəmir yoxdur, bir dəqiqə hazır olsunlar da. Bəs eləyər. Bəsdir. Bəli, hazırdır. Bunları götürək. Bunları bura atım. Səyahətə çıxanda bunlara ehtiyac yoxdur onsuz da. Bunu da bura ataq, bunu da bura. Bu qızıl daşları da tapmışam yerin altından. Bəxtimdən almaz tez tapılıb, amma video çəkənmədim. Daha doğrusu çəkdim, amma problem oldu videoda. Ona görə həmən yeri atmadım YouTube'a. Sonra bir dənə də lapatka düzəldək. Lazım olar birdən. Çalışacağım ölməyim səyahətə çıxanda. Və lapatka da hazır. Başqa bunlara ehtiyac yoxdur. Sonra ət lazım olası taxtanı götürək. Bunu da qoyaq bura. Dəmirdən bir də o düzəldək qazma. Qazmaya ehtiyac olası. Niyə oraya qazma götürmədim? Çünki həmən qazmanın canı yar olmuşdu. Yəni hazırlıqlı gedək. Oldu, niyə gəlmir bura? Dörtdən bəs. Sonra bunu da bura qoyaq. Odunlar qalsın ehtiyat. Bunlar bura atıb. Bunu bura qoyaq. Bunu götürək bura qoyaq. Başqa. Sonra nə düzəldə sildim hə. Elə. Yəni götürək. Buna ehtiyac yoxdur, buna götürək. Bəli, bu qədər. Qazmalar hazır, hər şey hazır. Çubuğa ehtiyac yoxdur. Sonra. Biraz kömür də götürək. Ehtiyat.
Qazmanı çox götürdüm elə bir. Ha, 2 dənə bəsdir. Bir dənə bunu bura qoyaq. Belə. Baltanı bura qoyum. Məşəl, ət. Və əti də qoyaq bura. Buna ehtiyac yoxdur. Yəni bu qədər. Səyahətə çıxmağa hazırıq. Yəni bunları da geyindirim. Bəli. Səyahətə çıxmağa hazıram. Baxın ki, hava qaralmır. Bir də özümlə bunu aparacağım. Gözləyin. Baltanı bura qoydum. Baltanı bura qoydum. Mən 2 dənə balta götürməmişdim. Yəni. Yox, çıxdı biri. Bunu götürüm özümlə. Qayıq da lazım olası mənə. Qayıq da hazırdır. Səyahətə çıxmaya tam hazıram. Balta burada da yerə düşübmüş. Şimdi kompasın əksinə tərəfə geçeceğim. Görək səyahətimizdə nələr var, nələr yox. Qarşımıza görək nələr çıxasıdır. Səyahət boyu da mən də çalışacağım, söhbət edim oyun haqqında. Oyunu bölüm-bölüm çəkəcəm, dayanmadan, fasiləsiz, hər gün. Əvvəlki birinci bölümə like gəlib, çox sağ olun. İzlədiyiniz üçün də təşəkkür edirəm. Başqa oyunlar da var. Counter-Strike Global Offensive, yəni CSGO oyunu yükləmişəm. Əgər xoşunuza gəlirsə, həmən oyunu çəkməyimi istəyirsinizsə, onu da şərhlərdə bildirə bilərsiniz. Birinci bölüm 50 dəqiqə çəkmişdim, yəni daha doğrusu. Səbəb isə birinci zamana baxmamışdım. İkinci də ki, həm birinci bölüm idi, maraqlı gedirdi oyun, ona görə saxlamaq istəmədim. Qabağımıza belə bir şey çıxdı, onu keçək. Saxlamaq istəmədim ki, oyun maraqlı gedir. Sonra bir də ki, oyunu onlayn oynamaq istəyən dostlarımız varsa əgər, mənim Facebookdan yaza bilər. Facebook səhifəm linkin altındadır. Belə bir yer çıxdı, buranı nətə keçəməz. Həm də axşam olur, buralarda bir yerdə gecəliyim. Bir dəqiqə bunu götürək. Belə yatım ki, səhər oyanım. Bəli. Hazırdır. İndi belə dağla gedək, yoxsa çayla. Baxın, bir dəqiqə buralarda nəsə var. Yəni bu xəritələrdə kəndçilərin evi var. Həmən kəndi tapmaq istəyirəm. İnəkləri də öldürək. Həmən kəndi tapmaq istəyirəm. Kəndlərdə insanlar da yaşayır, amma lazımasız insanlardır. Lazımasız deyəndə onlara da nəsə almaz götürmək olur. Hələ bilmirəm almaz nə işə yarayır. Bu arada burada böyük bir çuxur var. İnəklərlə də doldu bura. Biraz ət yığaq. Qəşəng yerdir. Burada ev düzəltməyinə dəyərdir. Həm inəklər də çoxdur. Ara qaçırsa neysə. Baxa görə 16 dənə ət oldu. Çox əla. Biraz artırın. Lazım olası ətlər. Sonra belə gedək də. Həm evimizi tapmaqda problem olmayasın. Çünki kompas var. Həmin kompas sayəsində evi tapacağım. Burada böyük bir çuxur var. Buralara belə işarə qoyun. Bəlkə düşmə aşağı. Böyük çuxurdur özdə. Su axır oradan, başqa. Tərəfdə bəs. Çuxur belə getdi, dərinə gedir. Burada dayandı daha.
Yoxdur elə bir heç nə. Mən elə bildim gizli nəsə olar içəridə. Var, elə gizli yerlər var. Yəni qabağımıza çıxsa çox yaxşı olardı. Otdur, buranın kimsə biçib elə bir. Hə. Düş aşağı yavaş yavaş. Yoxdur heç nə. Burada ot da bitibdir. Burada nəsə var. Bəli, bura böyük bir yerdir, çuxurdur. Səyahətimizdə bir fantastik yer tapdıq. Qəşəng yerdir elə bir. İlk dəfə görürəm buranı. Bura ehtiyat əldən verməyə. O. Bir dəqiqə partasın bu. Yaxşı qurtuldum. Bəli. Yaxşı ki baxdım ora. Dəmir də var orada. Baxaq ki maraqlı nəsə varsa davam edəcəm belə. Getdikcə dərinə gelir, göbələklər də var. Zombi də var. Arkasında da partlayan var. Öz-özünə partladı. Şam da qurtarır. Burada işıq var. Bura mən gəldim. Nəsə kruq atıb, fırlanıram. Nəsə çıxaq buradan. Burada da nəsə var. Davam edin belə. Şam qurtardı. Lav. Belə. Bir dəqiqə şam götürək. Bəsələr. Kömürüm də azaldı. Kömür qurtardı daha doğrusu. Yəni bir dəqiqə bu lavdan necə keçək? Çox qəribə yerdir bura. Buralarda kömür var. Kömürü götürüm mən. Dəmir də var. Zombinin də səsi gəlir. Bəlkə arxamdadır, yoxdur. Mən bunları götürüm. Lazım olur. Hələ bunlar şam qutaranda istifadə edərəm. Dəmirləri götürək. Dəmirə o qədər ehtiyacım yoxdur, yəni götürüm də lazım var. Həm gəlmişkən səyahət. Burada gələk. Bəs edər. Bəs. Davam edim mən. Qəşəng yerdir bura elə bir. Tərəfdən yerdir gedək. Amma qorxuram burada itəm. Çıxa bilməyəm. Dəqiqə, yoxdur. Yəni heç nə yoxdur. Baxaq, getmədiyimiz yerlər varsa oralara da baxaq. Yıxıla. Orada nəsə var, yoxdur. Yoxdur. Bura getməmişik. Ora da gedək. Bura qaranlıqdır. Burada ucu gördüm mən. Olmaz istəyən ki daha.
çıxırsan qabağına. Üçündə də özü partladı. Hə, burada belə. Oradan nəsə yol var elə bir. Bir dəqiqə bura gələrəm də onda. Yəni burada qaranlıq yer qaldı. Oranı da axtaraq. Burada qaranlıq deyil, açıqlıq. Hə, buradan gəlmişəm elə bir. Qarışdı yollar. Belə çıxdım, hə. Buradan, burada nə var? Sudur. Başqa. Qəşəng kömür var buralarda. Güzel, nə bilim. Burada yol qutarır. Buralarda baxaq. Hazır gəlmişkən buralarda axtaraq biraz. Yoxdur. Bunları götürüm, şam qutarmaq üzrədir bir şey. Lazım olasın mənə. Vəsilər. Bax, nə qədər oldu? 39, hə, bəs, ol bəs. Gedək. Oralarda daha heç nə qalmayıb. Bir dənə o vulkan olan yerdə baxacağım. Ora buradan gələk. Burada da nəsə var. Buralarda heç nə yoxdur. Vulkan orada idi. Düşə-düşə də canım getdi hemen. Bu yarasalar öldürmə olur görsən. Öldülər, hə, öldü. Düşə-düşə canım getdi, biraz can yığır. Mən buradan gəlmişdim də, hə, yadımda. Botları görüb yadıma düşdü. Buradan yuxarı çıxmalıyam. Yəni, burada mənə elə gəlir ki, maraqlı heç nə qalmayıb. Bu şam oldu. Yəni, vulkana baxmaq istəyərəm. Baxaq, vulkana da. Burada ne diyor? Bakalım vulkan tapabileceğim. İyi, buna X vereyim. Yolu itirdim yine. Neyse çıxaq. Çıxaq çölə. Burada heç nə yoxdur. Yəni, lazımalı bir şey yoxdur burada. Mağaradır, dərin mağaradır. Bəlkə də var, mən tapa bilmirəm, bəxtdən asılı. Yəni, bəxtin varsa tapasın. Belə, buranı qazam. Çıxım belə öz yuxarı. Axşam olmaq üzrə deyəsən. Vaxtı tez keçir. Belə çıxım. Buraya gəlmişəm mən. Bəs nətər olub buranı görməmişəm, bir açıqlığı. Buradan keçmişəm özdə. Hə, buradan düşmüşəm aşağı. Hə, indi bildim. Bura ikinci çıxış idi, bura birinci. Mən buradan düşmüşəm, hə, bildim. Zombilərin səsi gəlir. Baxın ki, burada yatma olur. Canavarlar yaxında canavarlar var. Səsə görə deyir, yuxarıda gözləyir mən zombi. Yox deyir. Olsa da, yəni öldürmək problem deyil mənim üçün. Yatıram. Bəli, səhər oldu. Davam edək yolumuza. Bu istiqamətdə geçəcəm. O qumsallıqda kənd olmalıdır, mənim bildiyim qədərilə. Həmən kəndi tapım görək, tapa bilsəm çox yaxşı olar bu videoda. Kəndi tapsam videonu dayandıracağım. Əgər tapamasam da dayandıracağım yenə. Yəni video
bölüm çəkmək fikirləşirəm. Yəni bir gündə hamısını çəksəm heç nə daha nə qalası ki. Dovşanlar da var. Dovşanları öldürmək çətindir. Hara get. Bir də bu tikanlara dəyəndə can deyir. Buna görə dəyməyəcək. Amma dəydim bir. Tikanları evin böyrünə qoyacam zombilər gələndə. Aha. Bir dəfə vurdum deyəsən. Öldürəcəm səni. Buraya gəl. Aha, öldü. Amma heç nə düşmədi. Bu istiqamətdə gedəcəm. Qabağımıza çıxar inşallah kənd. Belə. Çox hündürdür. Buradan düşsəm ölərəm. Allah tullanda bura. Ne oldu? Bir dakika lapatka ana. Yani lapatka da lazım olur insana. Böyle. Bir dakika buradan hündür de bura hündür. Buradan bakın görən nəsə kənd var buralarda. Oo, bura dərinləşir getdikcə. Yox. Çox elə bildim, qorxdum, elə bildim düşəsiyəm bir dəqiqə yer. Bir dəqiqə belə. Bu tərəfə gedəcəm, bura nədir? Elə bildim, qapı deyir. Oyun piksel şəklindədir, yəni adam çaşır bir anlıq. Burada nəsə var elə bir. Yoxdur. Yoxdur. Davam edim. Burada bir kənd var. Həmən kənddə sandıqlar var. Həmən sandığın böyründə bomba var, dinamit. Üstünə də nəsə bir şey qoyublar ki, yəni dinamit partlasın, yəni onun üstünə basan kimi. Çoxuz bilmirsiniz, bəlkə bilənlər də bilər. Burada mağara var. Oo, bunlar düşürdü başıma az qala. İstəyirəm bu mağaranın qabağında videonu durdurum. Davamlı gələn bölümdə çəkim. Çox maraqlı da gəlir içəri girmək. İçəridə nəsə var əminəm. Bugünlük bu qədər dostlar. Yəni burada da saxlayacağım videonu. Gələn dəfə buradan davam edəcəm. Yəni bu hissədən. Çox sağ olun dostlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.